Tez-tez verilən suallarınıza cavab verirəm. Birinci sual. Müəllim, biz nə qədər müddət kurs keçəcəyik? Cavabı. Siz kurs keçmisiniz. Siz mənim analiz üsulumu öyrənirsiniz. Yeni selləri öyrənirsiniz tradingdəki, hansı ki onları 1% insanlar bilir və tələbə qrupuna daxil olursunuz. Siz tələbə qrupunda həmişə qalacaqsınız bir şərtlə. Əgər tələbə qrupunda olan analiz üsulları və mövzuları siz eşitsəm, bilsəm ki, kimsə qırağa yayır, o avtomatik olaraq komandada kənarlaşdırılacaq. Mövzuları öyrənib məşq edirsiniz demo versiyada, sonra isə real balansdan başlayırsınız addım atmağa. Sual nömrə 2. Müəllim, məcburdurmu referalınız olaq? Bəziləri deyir ki, ancaq referalım olan insanları tələbə qrupuna götürəm və yaxud da endirim eləyirəm. Xeyr, məcbur deyil. Məndə referal, siz mənim referalım olmağına məcburiyyət yoxdur. Heç kimdə məcbur eləmirəm. Sual 3. Müəllim, əgər mən çətinlik çəksəm, gec qavrasam birdən, onda necə olacaq? Dostlar, cavabımı verirəm. Deməli, tələbə qrupunda bizdə mənim vaxtım olduqca qızılda ən əsasən hərəkət dəyişdikdə analiz üsulumu paylaşıram. Təqribən haralardan düşüş ola bilər o haqda. Yəni video formatda da paylaşıram, olur ki, şəkil formasında, yazı formasında və yaxud da səslə də paylaşıram. Yəni hər bir tələbə o posta daxil olmaqla əgər nəsə düzgün analiz eləyib, hardamı səhv buraxıb öz analizində yeni başlayan insanlar daxil olub baxa bilər, yoxlaya bilər. Bu bir. İkincisi, siz artıq özünüz diqqətlə və disiplinli şəkildə öyrəndikdə və stabilliyə riayət etməyi bacardıqda siz artıq mənim öyrətdiyim üsul vasitəsilə qazanclara çıxdığınızı özünüz şahid olacaqsınız. Özünüz mənim öyrətdiyim mövzuların analiz üsulum belə deyim düzgün çıxsın. Mənim analiz üsulum necə qazandırmağı bacarır, onu siz özünüz öz gözünüzdən görəcəksiniz. Yəni mənim ehtiyacım yoxdur ki, nəyisə sübut eləyim, nəyisə göstərim. Mənim yanıma gələn tələbələrin çoxları ümidlərini itirmiş insanlardır. Çox yerdə kurslar alıb öyrənmiş insanlardır ki, halbuki gəlib mənim üsulumu öyrəndikdən sonra özləri görüblər ki, qazanclara çıxırlar. Kimisə əlavə sualı olsa buyurub Telegramda müraciət edə bilər. Profili qeyd eləmişəm. Binance adı vasitəsilə ödəniş edəcəksiniz. Əgər kimsə desə 500 çox bağadır, amma bir məqamı yada salsın ki, onu aylara böldükdə görün aya nə qədər düşür. Məndə yenə dediyim kimi 2 ay, 3 ay söhbəti yoxdur. Həmişəlik tələbə qrupunda olacaqsınız və yeniliklərdən, müəyyən bir analizdə olan yeniliklərdən, yəni bazarın istiqamətində həmişə müzakirə olunacaq, həmişə danışılacaq orada. Yəni bunu da aylara böldükdə ən azından bir 5 il, 10 il hesablayın, görün aya nə qədər düşür, sonra gəlin. Yazın ki, çox bağadır. Yəni sizin fikrinizi nəzərə alaraq mən bunu 1000-dən endirdim 500-ə. Hələ yeni daxil olduqda 1000 nəfər də olsun götürməmişəm deyənə ona görə 5 nəfər qalıb. Elə bilməyin ki, mən bunu elə belə yalanla 5 nəfər yazmışam. Artıq ucu çoxdur. Xeyr, keçən ildəki insanlar nə qədər lazım idisə o qədər mən qəbul elədim. Saya görə. İndi bu illəri də 5 nəfər nəzərdə tutmuşam. Hamıya uğurlar, hamıya bol qazanclar, kim istəsə buyurub gələ bilər. Hələlik.